Vətən müharibəsi əlilli olmaq, bu vətən üçün canından keçməyə hazır olduğunun sübutudur. Vətən müharibəsi əlilli olmaq, vətəni ailəndən, canından üstün tutduğunun, düşmənlə üz-üzə dayanıb vuruşduğunun sübutudur. Vətənini canından çox sevən vətən müharibəsi əlillərimizdən biri də Gizir Yunusov Sahil Eynullah oğludur. Sahil 1987-ci ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olmuşdur. Beyləqan rayonu Rəxşan Quliyev adına Yeni Mil tam orta məktəbində təhsil almağa başlayan Sahil hələ uşaq vaxtlarından artıq hərbiyə həvəs salmışdı. 2006-cı ildə orta məktəbi bitirən Sahil elə həmin ili də hərbi xidmətə yollanır. Hərbi xidmət zamanı hərbiçi olmaq arzusu daha da güclənən Sahil, hərbi xidmətdən sonra Gizir kurslarını keçərək yenidən ordu sıralarına qayıdır. 44 günlük vətən müharibəsində əfsanəvi döyüş yolu keçən Sahil, cəbhənin müxtəlif istiqamətlərində vuruşmuşdur. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə fəal iştirak etmiş, noyabrın 2-də elə Şuşa istiqamətində gedən döyüşlərdə də yaralanmışdır. Göstərdiyi qəhrəmanlıqlara görə Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə cəsur döyüşçü, vətən müharibəsi iştirakçısı medallar ilə təltif edilmişdir. Ailəlidir, bir övladı var.